Çox sağ olun, hörmətli xanım sədr. Bu qanun layihəsinin əsas məqsədi milli qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq, hüquqi boşluqları aradan qaldırmaq və bir sıra normativ aktlara təkmilləşdirməkdir. Birinci məsələ birbaşa Konstitusiya Məhkəməsinin 2022-ci il 18 noyabr tarixli qərarı ilə formalaşmış hüquqi mövqedən irəli gəlir. Təklif edilir ki, hakim və ya digər səlahiyyətli orqan mülkü, inzibati və kommersiya məsələlərinə baxarkən əməldə cinayətin əlamətlərini aşkar edərsə, bu barədə materialları yenidən ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora göndərə bilsin. İkinci yenilik isə inzibati şikayətlərin məhkəmədə baxılması ilə bağlıdır. Hazırda mübahisələrə əsasən şikayətçinin yaşayış yeri və ya hüquqi şəxsin ünvanı üzrə məhkəməyə verilirdi. Bu isə bəzən inzibati xəta baş verən yerdən uzaq bir rayonda icraata səbəb olurdu və prosesi ləngidirdi, əlavə çətinliklər yaradırdı. Layihədə şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer ifadəsinin inzibati xətanın törədildiyi yer ifadəsi ilə əvəz olunması və inzibati şikayətin baxılması üçün inzibati xətanın törədildiyi yerin əsas götürülməsi təklif edilir. Ancaq elektron inzibati tənbəh vermə qərarları üzrə şikayətlərdə istisna mümkündür. Əlavə olaraq məhkəməyə hazırlıq zamanı tərəflər vəsadət qaldırıb, işin şikayətçinin ünvanına görə baxılmasını istəyə bilər. Üçüncü dəyişiklik Mülki Prosessual Məcəllənin 307.2.4-cü maddəsinin ləğvi ilə bağlıdır. Belə ki, bu maddə Konstitusiya Məhkəməsinin 2010-cu il 2 noyabr tarixli qərarı ilə yalnız 1944-cü ildə 8 iyul tarixindən əvvəlki faktiki nikah münasibətlərinin tanınmasını nəzərdə tuturdu. Artıq həmin tarixdən 80 il keçib və belə halların praktik əhəmiyyətinin qalmadığı üçün həmin maddənin Mülki Prosessual Məcəllədən çıxarılması təklif edilir. Layihədə həm də bir sıra aktual sahələr üzrə dəyişikliklər və əlavələr nəzərdə tutulur. Son illər elektron ödəniş sistemlərinin sürətlə inkişafı nəticəsində elektron pul və elektron pul təşkilatlarının fəaliyyəti genişlənib. Lakin qanunvericilikdə bu sahədə tam aydınlıq yox idi. Qanunda artıq bank və digər maliyyə institutları ilə yanaşı elektron pul təşkilatları da ayrıca tənzimlənəcək. Onların hüquq və vəzifələri, sanksiyalar və inzibati cavabdehlik məsələləri daha konkret şəkildə göstəriləcək. Layihədə aeroport termininin beynəlxalq standartlarda və bizim yeni qəbul edilmiş milli hüquqi aktlarda müəyyən edilmiş formada hava limanı anlayışı ilə əvəz olunması da təklif edilir. Qanun layihəsində QHT-lərin qrant müqavilələri, xidmətlərin göstərilməsi və hesabatlıq məsələlərinə dair inzibati məsuliyyət mexanizmləri dəqiqləşdirilir. Həm hüquqi, həm də vəzifəli şəxslər üçün daha konkret cavabdehlik tətbiq olunacaq. Digər bir yenilik isə dövlət qulluğu haqqında qanuna ötən il qəbul etdiyimiz dəyişikliklərlə bağlıdır. Uyğunlaşdırma qaydasında İnzibati Xətalar Məcəlləsində dövlət qulluqçularının reyestrinin aparılması qaydalarının pozulması ilə bağlı maddənin əlavə edilməsi təklif edilir. Hörmətli həmkarlarım, təklif edilən dəyişikliklər hüquqi mexanizmlərin müəyyənliyi və çevikliyini artıracaq, ədalət mühakiməsinin effektivliyini təmin edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq qanun layihələrinin lehinə səs verməyə dəvət edirəm. Çox sağ olun.